Menstruasiya zamanı güclü ağrının olması normaldır yoxsa yox? Əslində bu normal da ola bilər, normal olmaya da bilər. Əgər ağrılarınız həddindən artıq şiddətlidirsə, bir ginekoloq müayinəsində olmanızı məsləhət görürük. İntim bölgədə qaşınma və ya yanma hissi normaldır yoxsa yox? Normal deyil. İntim bölgədə qaşınmanız, qızartılarınız, axıntılarınız varsa mütləq şəkildə araşdırmaq lazımdır. Ginekoloq müayinəsində olmalısınız. Göbələk və ya infeksiya olduğunu aşkar etmək lazımdır. İntim gigiyena məhsullarını tez-tez istifadə etmək normaldır yoxsa yox? Normal deyil. Həddindən artıq çox istifadə etsək, infeksiya mənbəyi yaradır, floramızı məhv edir. Ona görə olmaz. Çox istifadə etmək olmaz. Hamiləlik zamanı ultrasəs müayinəsinə tez-tez getmək normaldır yoxsa yox? Normaldır. Hamiləlik zamanı ultrasəs müayinəsinə getməyin heç bir ziyanı yoxdur. Hər hansı bir şüar falan deyil. Elmi araşdırmalar göstərir ki, heç bir ziyanı yoxdur. Menstruasiyalar arası ləkələnmə normaldır yoxsa yox? Menstruasiyalar arasında ləkələnmə normal deyil. Əgər menstruasiya bitdikdən bir həftə 10 gün sonra ləkələnmələr, qanamalı ləkələnmələriniz varsa, normal deyil. Mütləq şəkildə ultrasəs müayinəsində və həkim müayinəsində olmalısınız.